Bakıda keçirilən nişan mərasimində mübahisə düşüb və əlbəyaxa davaya çevrilib. Hadisə iyun ayının 22-sində gecə saatlarında Nizami rayonunda baş verib və Mikayıl Əliyev küçəsindəki restoranlardan birində keçirilən nişan mərasimində hələ ki bilinməyən səbəbdən iki nəfər arasında mübahisə yaranıb. Daha sonra mübahisə küçədə davaya səbəb olub. Hadisə nəticəsində restoranın qarşısında nəqliyyatın hərəkəti iflic olub. Polis əməkdaşları dərhal əraziyə cəlb olunaraq insidentin qarşısını alıblar. Şadlıq evinin yaxınlığında dava edən 30, 37 və 41 yaşlarında olan şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb ediliblər. Onların hər biri barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Belə ki, saxlanılan şəxslər barəsində protokola baxan Nizami rayon məhkəməsi onları cərimə edib. Və gələk bu məsələnin necə deyərlər təhlilinə ki, bu nişan mərasimidir. Bir ailənin nətər deyərlər ən vacib, ən önəmli günüdür. Ümumiyyətlə, bu məclislərinizə insanları dəvət edərkən baxın, özünü aparaq. Mən inanmıram ki, bu adamlar ilk dəfədir belə hadisə törədirlər. Onlar dəfələrlə hansısa başqa qohumlarına məclislərində belə addımlar atıblar, belə davranışlar ortaya qoyublar. Niyə çağırırsınız, niyə dəvət edirsiniz, nə üçün o 50 manatın, 100 manatın dərdindən bu adamlar niyə çağırıb məclisinizdə belə deyək də xoşa gəlməz vəziyyət yaradırsınız? Ümumiyyətlə, təcrid edin bu adamları, heç kim dəvət eləməsin və nəticə etibarilə onlar bir müddət sonra ya islah olunacaqlar, ya da təcrid olunacaqlar tamamilə, amma yekun nəticədə nə baş verəcək? Cəmaatın nətər başı qulağı dinci olacaq da, yəni belə olmaz axı. Sən başqasının, başqa birinin şad gününə necə gedib dava sala bilərsən? Sən ümumiyyətlə kimsən, nəçisən, laf belə əmi oğlusan, dayı oğlusan, fərqi yoxdur, ayıb deyil. Yəni, hansı əsrdə yaşayırıq, hansı dövrdə yaşayırıq, belə bir cəmiyyət ümumiyyətcə olarmı? Bu cəmiyyət, yəni, mahiyyəti etibar. Məsələn, o günlər bir video paylaşmışdım, sarkazmdır da video başdan ayağa. O sarkazm belə başa düşməyən bir cəmiyyət var. Şamaxıda deməli işıqlar yanıb sönürdü. Mən çəkmişdim onu və belə bir yarı zarafat belə bir şey paylaşdım. Amma sarkazm bunu axıracan dinləyən başa düşür söhbət nədən gedir. İşıq yanır, sönür və s. Bildirmişdim ki, bəs nəhayət bizdə də musiqili yollar oldu. Biri yazıb, bircə saqqal darağımız çatmırdı, belə olmurdu. Yəni, bu qədər geri zəka ilə, bu qədər geri təfəkkürlə, bu qədər dar düşüncə ilə axı siz böyük, nə bilim, amallar, gözəl dolanışıq, gözəl həyat tərzi, o beyin üçün elə indiki yaşayış tərzi ən maksimumdur. Sən gedib başqasının toyunda dava salırsan. Bu, dünyanın heç bir dövlətində, ölkəsində, nə bilim, belə bir şey varsa da belə deyək də, bizim kimi 5-3 dənə geridə qalmış təfəkkürə sahib cəmiyyətlər ki var, yəni bu mövzudan danışıram, məhz bu mövzudan. Ümumi cəmiyyətə aid eləmirəm bunu. Ki, yəni, sən gedəsən başqasının övladının toyunda nişan. Təsəvvür edin ki, bir övladı böyüdəsən, 20 il, 25 il, 30 il, hər hansı bir müddət fərqi yoxdur. Bu, nəhayət sonuçda bunun ya bir nətər deyirlər, nişan olacaq, toy olacaq, valideynin illərlə gözlədiyi bir mərasim. Sonra da oradan bir, nətər deyirlər, el dilində bir söz var, o əslində, necə deyirlər, bəlkə də ilk baxışdan yaxşı səslənmir, amma belə bir təhqiramiz söz də deyil. Amma belə bir dəmşalağın biri gəlsin, sənin övladının toyunda belə bir narazılıq salsın. Nə dərəcədə həqiqətdir, nə dərəcədə doğrudur bu? Bunu etmək nə dərəcədə yaxşıdır? O bəyin, o gəlinin, xanımın vəziyyətini bir təsəvvür edin.